münasibətlərdən danışırıq, nə zaman qırmızı bayraq alarsan. Kim deyir ki, qadınlar futbolu bilmirlər? Gəlin sizə sadalayım ki, nə qədər qırmızı bayraq qaldırdığımız olur. Kişi qadınla restorana getdiyi zaman heç vaxt ona deməz ki, aclığın var, nə seçmək istəyirsən, bunun əvəzinə gəl birlikdə nəsə içək, nəsə yeyək. Bu barədə deyər. Və yaxud da görüşə gəldiyi zaman əlində kiçicik də olsa, minimalist məbləğdə də olsa bir hədiyyə olmalıdır. Məsələ hədiyyənin dəyərində deyil, düşünməkdədir. Əsl kişi o adamdır ki, problemim var cümləsini eşidən kimi ya mövzunu dəyişib, ya da ki, ay Allah özü sənə kömək olsun, inşallah həll eləyərsən demək əvəzinə, narahat olma, birlikdə həll edərik cümləsini qurur. Sizi birazcıq kefsiz görəndə, bu nədir, hər zaman sifət eləyirsən və yaxud da hər zaman kefsiz gəzirsən demək əvəzinə, hazırlaş, problemin hər nədirsə, gəlirəm səni götürməyə, gedək biraz gəzək. Sən hər ay bəzi yerlərə pul xərcləyəndə, rəfiqələrinlə görüşəndə və yaxud özünə yeni paltarlar alanda sənə demir ki, bəsdir də o pulu ora-bura xərclədin. Biraz yığ, ay sonu gələndə problemlərin olacaq. Əksinə, sənə deyir ki, yeni paltara ehtiyacın olar. Kartını at, sənə yeni paltar almışam və yaxud alıram. Yaxud da hazırlaş gedək özünə yeni paltar al və yaxud da hansısa bir əyləncə məkanına gedək. Ən əsası vaxtını, o gözəl, dəyərli, qızıldan olan vaxtını bu cür kişilərə sərf eləmə. Yəni qoy, o işləsin, özü üçün pul yığsın, karyera qursun, maşın alsın, misal özünə şalvar falan alsın. Yəni boş ver, vaxtını daha yaxşılarına sərf et.